Sen bunu saxlayırsansa, bu keyfiyyətli futbolçu deyil. Nəyə görə? Sen bunu saxlayandan sonra ikinci toxunuş bunu belə çəkməlisən. Sonra başını qaldırıb pas verməlisən. Yox. Keyfiyyətli futbolçu sən harada bildin? Mən sən deyim. Birinci növbədə qabağa baxmaq lazım. Qabağa oynamaq lazım. Qabağa oynamaq üçün tez fikirləşmək lazım. Sən əgər top gələndən sonra ver mənə, gələndən sonra başını qaldırıb qabağa baxırsansa, sən heç bir zaman sürətli oyun oynaya bilməzsən. Sən o top gəlməmiş baxırsan, kontrol eləmirsən, verir, birinci topun qabağa, bura, qabağa. Sən müdafiəçisən, sənin işin nədir? Fərqi yoxdur, istənilən bir orta yarım müdafiəçi olsun, məsəl üçün öncə. Mən orta yarım müdafiəçiyəm, top istəyirəm elə. Sadiqdən istəyəndə, Sadiqdən istəyəndə bax, kontrol edirəm və verir, hoppa, qəbul, qabağa. Bu topu sizdə bəziləriniz var, ancaq belə saxlayırsınız, bax. Verirəm, Sadiq, verir, saxlayırsınız, 2, 3. Siz başa düşmürsünüz, uşaqlar. Top hərəkətli olmalıdır, sürətli oynamaq lazımdır. Nə qədər siz topu ayağımıza saxlayacaqsınız, o qədər rəqib gəlib alacaq. Mənə bax, o gələndə sən bunu, hop, qəbul, pas. Yox, sən o gələndə ver mənə. Ver, bəzən verir, bax, gəlir, hop, təzdən belə dönürsünüz, belə eləyirsiniz. Hamısı nədən irəli gəlir? Buranın sürətində. Sürətli oyun o demək deyil, ağzına gələn yerə pas, ora-bura pas verəsən. Birinci tez fikirləşsən və tez qərar verirsən. Komandalaşım hara bax, top gəlməmiş, komandalaşım haradır?